Ana, mənə kartof pişirəsən də. Bişirərəm. Bəs cips olmaz? Olmaz. Mən də deyirəm bu şeytan şapalağı məndən niyə yemək istəyir? Həkim dedi axı ona nə qatıldığını bilmirik. Hansı yağda qızardıldığını bilmirik. Amma sənin sevdiyin başqa bir şey alacağım bugün sənə. Nə? Şokolad yağı. Bax ya hardadır? Bax orada. Lazım. Üzürlü sayın. Başsana da bu. Oy. Çok özür istəyirəm. Özürlü sayın. Gel kuzum gel yanıma. Pes belə qaçan var. Gel kuzum gel gedək. Niye kaçırsan? Ayağın doluşar yıxlarsan. Lətifə. Bu kızı tanıdın. Hansı qızı? O da gedən kızım. Xavər, nə edirsən? Ürəyim sıxılır bu şəklə baxanda. Yoxuma girir artıq. Çıxartma. Qoy qalsın orada. Belə xoşun gəlir, apar as ofisdə başının üstündən. Mən istəmirəm. Ay qız, bu ofisdən asılası şəkil deyil. Mən istəyirəm, qoy qalsın orada. Nə zövq alırsan bax bu şəkildə, hə? Nə zövq alırsan da, bədbəxtlik yağır şəklin üzündən. Gedək çörəyə bax, gəl. Mən bilirəm də, nə deyirəm. Biraz ehtiyatlı olun, üst-üstə də yığmayın. Gözlə bir dəqiqə, gözlə. Mən sənə geri dönüş edəcəm, yaxşı vazibsən ki. Hə, qardaş. Sağ ol, sağ ol. Sən nə inirsən? Hə, elə indi onunla məşğul, onu boşaldırlar uşaqlar. Oranla danışırdım onu. Yox, nə krovnik. Yox, arada bir iki, hər şey həll olur. Ben onun salamatçılıkla bu işin altından da çıksaq, hələ səndən çox işlərimiz olacaq. Qulaq as, bir də orada danışanda eləyəndə ehtiyatlı olmaq, təbir edilmək olmaz. Bir də görərsən, içiniz adam salar, nə bilim, sizi danışdırarlar, eləyərlər. Hamının yanında hər sözü danışmayın. Yaxşı qatdan alın, öpürəm. Hələlik. Sağ ol. Hələ, nə ola belə olmadı. Hələ kim üçün deməyib, sən indən kefsizsən. Bilirəm də nə deyəcək. Hər dəfə eyni şey deyir. Hadi qoy gəlsin görək hələ nə deyəcək. Yaxşı olar. Salam. Sağ ol. Deməli, Cabbarova Mələk. Çox gözəl. Mələk xanım, bizim 4-cü kurs idi də müalicəmiz. Bəli. Müayinələr, sizin müayinələriniz biraz hələ ki irəliləyiş yoxdur. Düzdür, bu o demək deyil ki, heç vaxt olmayacaq. Amma ehtimal çox aşağıdır. Yaxşı, bəs indi necə olacaq? Müalicəyə davam eləsək yaxşıdır. Ola bilsin ki, bu ehtimal yüksəlsin. Yəni dəqiq deyil də. Təəssüf ki, xeyr.
Sən burada nə gəlirsən ki? Mən burada işləyirəm. Doğrudan deyirsən. İşləyirsən, gedişinlə məşğul ol. Deyirəm, burada nə edirsən? Mən öz işimlə məşğulam. Sənə də məsləhət görürəm ki, öz işimlə məşğul olasan. Nə demək istəyirsən, sən? Sözlü adam oxşuyursan, nəsə demək istəyirsən, de. Sən mənə başa düşdün. Kişi, bura bax. Sözü atıb getməklə deyil. Kişi kimi sözü deyirəm də. Eşitdim hamısı. Nə eşitdin də? Mənə lazım olan mən eşitdim. Bura bax. Bu da keçən dəfəki deyil, ha. Əsəblərimlə oynamamaya. Başını ağrıyam. Eybi, əsas cəmaatın başı ağrımasın. Mənim başım ağrısa da olur. Problem yox. Mən səbir. Oğlunun özünə bax, sən. Sarı pişik. İnqilabçı olub mənim üçün. Mələk. Bəlkə də kofe içək. Sən kofe içənsən İslam. Ürəm, sən içərsən, mən baxaram da. Ay, sağ ol da etdi bancı. Yoxsa bayaqdan mısmırığı sallayıb oturmuşsun. İslam, sən istəmirsən bizim uşağımız olsun. Amir, o nə söz deyirsən, hə? Niyə istəməyim ki? Amma dərd çəkməklə uşaq olmuraq. Özüm işitdim də, həkim deyir ki, ehtimal var. Biz gərək kurslara vaxtında gəlib gedək. Vaxtında gedib gəldik, nə oldu? Olacaq. Görəcəksin. Özü əkiz ifamız olacaq. Bıçam da ola bilər, ha? Bütün gün evdə səs, küy, qışqır, bağır. Bezdirəcəklər, sən. Ay, tək elə olsun. Gedək nəsə yeyək. Xəngəl gedək yeyək, bəlkə. Sarımsaq qatıqla. Gedək. Ancaq sarımsaq mənim keyfimi qaldıra bilər. Benim şeklimi çek de burada. Doğru, kes. Biraz arkaya git. Ne oldu? Çek de. Biraz da... Yine çekin. Bakın. Yok hayır, senden fotoğraf olmaz. Niye? Ha, bu biraz yaşlı değilsin. Şekil senlik değil. Seninki sözlerdi. Mən sən yaxşı çəkə bilmərəm axı, Qumru. Niye? Nazim Hikmət Gülcün dostuna yazır ki, Ne? mənə xoşbəxtçiliyin şəklini çək. Bu da mümkün deyil axı. İndi mən səni xoşbəxt çəkə bilmərəm. Mən səndən bu xoşbəxtçiliyi ancaq yaşaya bilərəm. Yine filosofluğuma işin içinden çıktım da. Hər bir foto keçmiş həyatın donmuş halıdır. Bəzən həsrətlə, bəzən nifrətlə. Ona baxmaq keçmişinlə üzləşmək kimidir.
keçmişinin gözünə dik baxmaq kimi. Çünki onlar bizi xatırladır. Kim olmuşuq, kimi sevmişik, nələr etmişik. Və bəzən ən sadə foto ən dərin yaddaşdır. Ölməz yaddaş. Ata, Qızım. Atan ürəyi. Necəsə? Sağ ol, zəng vurmusan mənə, eşitməmişəm. Yox, elə buradan keçirdik dedik, başçı geç, çoxdan da gəlmirik. Yaxşı eləmisiniz. Mən elə yorulmuşdum, yaxşı ki gəldiniz. Neynirsən? Çatdıra bilirsən? Əslində bir şey qalmayıb, işləyirəm də yavaş-yavaş çatdıracam. Narahat olun. ata, anamla şokolad yağı alıb. Doğru. Hər sən doğrayaq. Yeriş ben yerdə. Bəs mənə? Alır. Alo. Kadir, necesin? Ne var ne yok? Sağ olun, siz necəsiniz? İştesin. Bəli, işte. Nasıl olmuştu? Diyelim bir görüşerdik. İki mesele var. İstedim senden de maslahatlaşım. Ola bilər. Nə vaxt? Bugün uygundu sana. Uygundu. Oldu. Ölme. Ben sana saati dilerim. Oldu. Sağ ol. Adam. Kim idi? İşlə bağlıydı. Hansı işlə bağlı? Məsləhət almaq istəyirlər. Ondan mı? Qədir, yalan danışmağı bacarmırsan. Qəbir müəllim idi, hə? Nə qumur? Nə vaxta kim belə olacaq? Nədir borcumuz var deyə hər dəfə istəyəndə gedəcəksən? Uşağın yanında yer deyil də, söhbətləri yeri söz. Məncə də yer deyil. Gəl qızım, gəl biz gedək. Atanın işi çoxdur. Mən yola salam sizin. Lazım deyil, özümüz gedər. Süngər. Bilmirəm məni görsən yoxsa yox. Görsən bilərdin ki, necə əzab çəkirəm.
Kaş. Şaşarına gülsən yox elə mən ölərdim. Ölərdim, canım qutarardı hamısından. Yaşamaq istəmirəm. Mən sənsiz yaşamaq istəmirəm. Yanıma gəlmək istəyirəm. Yine sen, bəsdir də. Əl çək bizdən. Nə istəyirsiniz? Qoy rahat yatsın da. Bu dünyada rahat yaşamağa qoymadısı heç olmasa o dünyada rahat yatsın. Siz elədiniz. Siz öldürdünüz benim kızımı. Kızımı da öldürdünüz. Beni de öldürdünüz. Rədd olun. El çekin bizden. Bəstirin də. Bəstirin. Çıxın gedin hayatımızdan. Çıxın gedin. Ged buradan. Rədd ol. Ged buradan. Ged. Bu bəbirin də yanına getmə. Bunun nəsə başqa planı var. Kötü görək bu zidilisən. Qardaş. Sağ ol, yaxşı. Qulaq as. Axşam maşın göndər. Bu gətirdiklərini apararlar da yaxşı. Bir mərdimazar var da, tulanın bir əlim ayağıma dolaşır. Deyirəm, zibilə salar bizi. Sən 11-dən sonra maşın göndər, bu kətil gətirdiklərini aparsınlar, o birindən gətirərlər. Neyniyək bəs? Neyniyək, özümüzü yandıraq? Ay sağ ol, nə deyirəm onu elə. Gəlməmişdən xəbər elə buraları yoxlayayım. Yaxşı. Sarı pişiyə baxayız hani. Əfər mənim işlərimizi biləliyik bu tular.
Seyran. Alo. Hardasan? Həmişəki yerdə. Neyniyəcəm, içirəm. Bu saatte içirsen. Atam sana ala. Ayıp olsun Ersar. Atam değil məmin əvəziyəm. Ne olub, yaxşısan? Belə də. Səsin hoşuma gelmedi. Orada ol, gəlirəm. Narahat olma. Hələ öldürməyəcəm özümü. İçim sonra. Ya sen ne gizliysen, özünü öldürmək nədir? Dedim orada ol, gəlirəm, tərpənmə içərə. Gelirsen. Sağ olasın. Ne oldu, bir korsun? Ne bileyim, xəstəxanaya getmişdik. Yine həkimlər normal bir söz demədilər. Ne bileyim, sen ne oldu, şefin yoktu. Ne bileyim, iş gücü de yorur adamı. Sultanla danışdım. Dedi bura gələcəkdi. Nə yaxşı. Bilmirəm ki, üçün demə. Hadi gəldi. Sağ ol söyle. Ne oldu ya, bizim hamımızın ketini soğan doğrayıplar herhalde. Ne oldu? Adam nəsəblərini oynayırlar da. Yemin misin? Döyüplər yine sen. Şey yok ne döymə. Sen tanıyarsan o Bəbirin yanında bir işdir, Cahangir. Yo. Tanımasın yaxşı. Çox mundar adamdır. Qaraqura da bir şey değil. Ne oldu be? Ya heç bir telefondan danışır, qulaq asıram. Nəsə işlər çevirir, bilmədim, tutmadım söhbəti. Amma Bəbirin nəsə torbasını tikir ha o. Kimlənsə də sözü çəp gələn kimi işdən çıxartmağa çalışır. Sən şey demə, özünlə heç nə danışmaq lazım deyil. Bir gün Bəbir müəllimlə görüşəcəm də. Söhbət eləyərəm. Yox, Qədir, özüm əldə eləmək istəyirəm bu məsələləri, sən qarışma. Sən ona sen karışma da. Bak gelip yeni nəsə eləyəcəksən, arada da mən qalacam. Narahat olma, heç olan deyil. Ürəyim açıldı, ona görə danışdım. Başqa şey gəlmişdim bu yana. Əlxan əməyə görə. Nə olub ki, Əlxan? Heç nə olmuyor, dün gedək deyək də, çoxdan dəymir ona. Vay ya. Mən belə səvat getmək istəyirəm, gedib çıxa bilmirəm. Gedək. İşi seyrinər. Çıxaq. Ama bir daha el attım bura çıxa. Get. Sosa gel ne olur, ben hoş geldin. Yok balamsa hoş geldin maşallah. Hoş geldin. Hoş geldiniz. Nasılsın? Keçin balası. Hoş geldin sana anlatırsın. Sen de hoş geldin. Sağ ol balamsa. Buyurun. Allah razı olsun. Əyləş oğlum, oturun. Hoş geldin Yusuf baba. Hoş geldin. Çoxdan da baş çəkmirsən, amma necəsən, nə edirsən? Çox sağ ol balamsa. Babatırda yaşayırıq, Allah verən ömürdür. Yaşamaq demək olarsa. Allah uzun ömür versin. Çox sağ ol oğlum. Siz sağ olun ki, tez-tez gəlirsiniz, diqqət göstərirsiniz, axtarırsınız, tapırsınız bizi. Borcumuz da Əlxan. Borcumuz. Sağ ol oğlum, sağ olun.
Allah kökünüzə bərəkət versin. Amin, amin. Bir dənə yeganə arzum odur ki, Xəyyamın oğlunu boya başa çatdırın. Bilirsiniz ki, oğlan uşağı geri kişi xeylağından tərbiyə alsın. Yeganə stimulum həyatda yaşamağa bu uşaqdır. Sağ olun ki, izlətsən. Çox sağ ol. Xəyyam başqa oğlan idi. Ağıllı, savadlı, tərbiyəli. Hamıyla çox mehriban idi. Hamı qəribə idi, elə bir öz dünyası var idi. Hər şey onun içində idi. O, necə deyim, hələ yuxarı siniflərdə onun arzusu idi ki, xatirə ölümündən sonra bəlli oldu ki, yuxarı siniflərdə xatirə dəftərində yazmışdı sinif yoldaşlarına ki, hərbi pilot olmaq istəyirəm. Mən ki, mülki aviasiyada işlədiyimə görə uşaqlıqdan onun da arzusu hərbi aviasiya idi. Arzusuna da çatmışdı, hər şey qaydasında idi. Qismət bəli oğlum, qismət. Siz sağ olun əmi, siz sağ olun ki, onu arzusuna çatdırmısınız, oxutdurmuşsunuz. Müharibəyə də 2 övlad göndərmişsiniz. Elə də oğlum, elədir. Atalar deyib ki, ailədə qeyriyyət namusu olmayan şəxsin vətənə, dövlətə də olmaz. Biz tanımış nümunəvi ailəyik. Ona görə vətəni ürəyimdən istəmişik həmişə. Bu da fakt. Hər iki oğlum getdi, bəli. İslamın dediyi kimi əvvəl məhəllədə öz yaşıdlarına, sonra da bütün Azərbaycanı, bütün gələcək nəsillə ümumi al, yeri zəminət olsun. Qardaş, çəlimsiz harıq oğlan gəlib otobüs keçməyib. Bəli, tanıyıram. Bayaq buradaydı. 15-20 dəqiqə olar, çıxdı getdi. Çox içmişdi? Həmişəkindən biraz çox. Həmişə gəlirəm. Bəli. Zalım, həmişə gələn müştərini elə işkir buraxarlar. O vəziyyətdə adamı niyə buraxırsınız? Şimdi o. Ay seyirə. Kapacağım səni. Yenə cavab vermirsən. Həmişəki kimi. Nə olar ki, bir dəfə də yanımda ol da, bəlkə nəsə problemin var. Bircə dəfə yanımda ol. Gör saat necədir. Bağışla məni. Necə yəni bağışla məni? Nəyi bağışlayayım, niyə bağışlayayım? Seyran, sən neyinirsən? Hardasan axı sən? Gel. Oo! Narası Gel. Evet. Buyur Erler. Sağ ol. Her şey demişim. İş olsun. İstisi.
kəndirdə, quzusu filan, hər şey gələcək. Özüm kabineti seçdim ki, daha o dəfə kimi Gədə Gülənin səs-küyü bizi narahat eləməsin. Deyirəm, həm bugün yeyəcək, həm də səndən ciddi iş barədə söhbətim olacaq. Qədir, bax, mən belə başa düşürəm ki, sən filosofluqla yaşaya bilmirsən. Sən özünə hörmət eləyən, ağıllı bir olmasan. Amma mən sənə görə çox narahat olurum, çox. Qürurlu insan üçün yaşamaq çox çətin olur. Gerək yaxşı dostlar olsun onların yanında belə. Amma Qədir, sən mənim yaxın dostum olsan da məndən pul almağa utanırsan. Qoymazlar ya, otura bir rahat bir keçirəyimizi. Bir adam bir fikirləşər, iş vaxtıdır ya iş vaxtı deyil. Başdı belə, Cahangir'dir işte. Görürsən də mən necə adam xatmış, ama bir adamlarla istəyirəm. Sənin kimi də savadlı, bacarıqlı, ağıllı oğlan gedir, çəkməçilik edir. Qədir, istəyirəm səni bizim şirkətin SMM xidmətinə məsləhətçi götürüm. Nə deyirsən? Müəllim, çox sağ olun hər şeyə görə. Mənə görə, mənim ailəm üçün əlinizdən gələn həmişə eləmisiniz. Amma məsələ buradadır ki, dediyiniz iş marketing sahəsidir. Amma mən fəlsəfə ilə məşğulam da mənə çətin olar. Niyə? Sən də ol filosof SMM-də. Bu da əl çəkmir. Nə istəyir axı bu da? Bir dəqiqə öz istəyən bağışlamadan. Ha, Cahangir bəsdir də. Qoymazsan bir keçirəyimizi yerə atma. Otur. Nə? Ha. Hardadır bu avara? Alo. Hardasan ay avara? Tez gel. Tez maşının yanına gel, tez. Deməyəcəyi nəsə olub? Oğlumla bağlıdır. Nəsə problem var? Problem birdir, ikidir bəyəm. Yenə beyni çönüb deyəsən. Ha? Necə yəni yoxdur? Başa düşmədim. Bəs hara gedib bu? Axtar. Axtar, axtarın hamınız. O avara dostlarından da soruş. Ay müəllim, sizə Allah bağışlayın. Tez, tez, otur maşına. Tez. Sür. Sür. Burada olacaq evimiz. Düz dənizə baxır. Gün çıxanda birinci yataq otağına düşəcək. Sənin üzünə gün düşəndə elə şirin olursan ki. Sən də tənbəl, gec duracaqsan. Hər səhər doyunca baxacam sənə.
Ay müəllim, görəsən burada lift yoxdur. Öldüm. Ne giz danışsan burada lift olar. İmkan vermədilər. Gec də olsa gəlirəm. Seyran oğlum. Gəlmə. Gəlmə. Siz öldürdünüz onu. Yaxşı. Yaxşı, gəl gedək evə. Evdə danışarıq. Gəlmə, gəlmə. Heç olmasa bu dəfə mənim istəyimə qarışma. Seyran. Belə olmaz Seyran, belə olmaz. Sakitləş oğlum, sakitləş. Belə olmaz. Düz deyirsiniz, belə olmaz. Sonra deyəcəklər ki, məşhur iş adamının oğlu özün binadan atdı. Yenə özü fikirləşsən, hə? Amma o bədbəxt elədiyimiz qıza nə mən maraqlıydım, nə atamın biznesmen olmağı, ya fəhli olmağım. O məni özümü olduğu kimi sevirdi. Seyran, qurban olum eləmə. Nə olar, eləmə oğlum, eləmə. Seyran, 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 Seyran!